Siz o bilməm yəqin o sürətlə qalxanda fikir vermisiniz, həm də ətrafınızdakı onlar çox sürətlə gedir. Bir anda istəyirsən ki, artıq onlar yayılır. Yayılma gedir ətrafında. Yəni belə siz qeyri-adi düz deyə biraz adama müəyyən bir saniyədə bəlkə adrenalin verə bilər, amma ümumilikdə çox vahimə yaradır. Baxın, şəhərdə bu yaxınlarda bir neçə il bundan öncə bəzi yerlərdə sürət həddini 50-yə aşağı salıblar. İnsanlarda bu dəqiqə də var. Var. Yəni ki, bəzi rayonlarda belə, yəni Bakının bəzi rayonlarında bunu eləyiblər. İnsanlar və bunun məqsədi nə idi? Tıxacların qarşısını almaq və sıxlıqların sayını azaltmaq idi. Bir tərəfdən baxanda məntiqsiz görsənirdi. Nətər ola bilər ki, 60-dan 50-yə kimi sürəti azaldırsan, amma bu sıxlıq azalır. Məntiqi yoxdur. Amma bunun arxasında araşdırmalar var və bu ilk dəfə Finlandiyada bir alim tərəfindən kəşf olunub ki, axının sürəti azaldıqca sıxlıqların və tıxacların sayı azalır. Bəli, çox maraqlı bir şeydir. Məhz Bakıda da bunu olunmasının səbəbi o idi, o araşdırma idi. Biz bu sürəti aşağı salmamışdan qabaq, deməli Azərbaycan Avtomobil Federasiyasında bu məsələni hətta danışmışdıq, Avtomobilçilər Assosiasiyası olaraq. Biz söhbətimizdə bu məsələyə toxunmuşdu və dedilər ki, belə bir fikrimiz var Azərbaycanda, yəni bu sürət aşağı düşəcəkdir və etdilər. Bu, hətta mən sizə deyim ki, Avropa kimi ölkədə bu narazıçılıq yaratmışdı ki, nətər ola bilər? Yenə də həmin sual. İnsanlar hər yerdə eynidir, eyni cür düşünürlər. Və orada nə oldu? Ki, həmin deməli, sürətin aşağı düşməsi həmin sıxlıqların qarşısını aldı. Orada da əvvəl narazıçılıqlar var idi. Yəni ki, bəzən həyatda olan şeyləri məntiqlə deyil, yəni araşdırmalarla baxmaq lazımdır. Bu qədər, yəni sadədir. Həmin avtomobil sürətlərinə qaydanda bugün məsələdə həmin gücün olması insana heç bir şey vermir də. 600 olsun, 1000 olsun. Hətta mən deyərdim ki, məsələdə şəhərdə normal olaraq avtomobili idarə etmək üçün hətta bilmirəm 60 at gücü də yetərli olur. 1.2 mühərrik də yetərli olur. İdeal 250-dir də. Yəni mən məsələn özümdə belə şey görürəm ki, yəni nə o iz nə bu izdə. Məsələn 250 at gücü olsa, yəni o da düzdür maşından asılı da, amma Bolimini bəs edir. Yəni daha sedanda daha az şey eləmək olar, amma biraz ağır maşınlarda daha çox. Mən sizə deyim ki, deməli mən o 90-cı illərdə, 2000-ci illərin əvvəlində idman avtomobili almışdım, kupa idi və onun mühərriki 2.2 litr idi və gücü 170 at gücü idi. Və mən o avtomobili yetərli qədər həzlə sürürdüm və yetərli qədər güclü idi. 170 at gücü. Yüngüldür, daha yüngüldür. Biz necədir? İnsanlar düşünür ki, böyük miqdarda at gücü və yaxud da ki, avtomobillərdə daha çox o tork deyirlər, çəkmə qabiliyyətində, onun yüksək olması lazımdır. Bəzən at gücü az ola bilər, amma o çəkmə qüvvəsi daha yüksək ola bilər də. Əsas odur. Bəzən nə bilirsiniz, insanlar çox sadə yaxınlaşırlar avtomobillərə. Deyəlim ki, mühərrik həcminin az olması onlarda biraz belə skeptik yaxınlaşırlar ki, nə olacaq belə. Daha öncə söylədiyim kimi, bugün 1.2, 1.6, 2 litr mühərriklərə turbo gücləndirici qoyursan, proqramını dəyişirsən, avtomobil obrislərdən məsələn daha sürətli, güclü ola bilər də. Yəni texnologiyalar dəyişir. Artıq bu 100 il bundan qabaq istehsal olunan avtomobillər deyil. Elektrik mühərrikləri daxili yanma mühərrikindən daha da sürətlidir. Yəni bugün baxırsan ki, 2 dənə elektrik mühərriki qoyur avtomobili, amma o birisindən daha sürətli olur da. Bəzilə insanlar fikirləşir, o biraz güclüsü olsun, filan olsun. Əslində bu ego məsələsidir və insanın o sakitləşdirir ki, mənim avtomobilim gücü bu qədərdir, amma onu heç kim istifadə etmir. Necə ki, bugün biz insanlar bahalı mobil telefonlar alırlar, harada ki, dəhşətli sayda çox funksiya var, amma onun 2%-ni istifadə edirlər. Eyni məsələdir. Sadəcə mən həyatda nə deyim ki, qaydalarımdan biri optimallaşdırmadır. Əgər mən bir şeydən istifadə etməyəcəmsə, onu almağın və artıq pul verməyin məqsədi nədir? O da var. Yəni ki, insanlar biraz bəzən alıcılar çox qeyri-məntiqli yaxınlaşırlar. Məsələn, çox bahalı, güclü avtomobilə daha çox pul xərcləyirlər, amma mənasız bir şeydir də belə baxanda. Nəsə göstəriş eləmək istəyirəm. Bu tək Azərbaycanda deyil, bu statusu göstərməkdir. Yəni ki, baxırsan ki, indi
Avropada, Amerikada adamlar 1 milyonluq avtomobil alırlar. Bəzən kolleksiya yığırlar, belə deyək də, eksklüziv avtomobillər hansından ki, cəmi tam 50 dənə, 300 dənə istehsal olunacaq, bir neçə milyon ona pul verirlər. Bu statusun göstərilməsidir və digər tərəfdən də bəzi ölkələrdə bu deməli vergilərə qənaət məqsədi daşıyır. Çünki adam şirkətinə avtomobili alanda onun amortizasiyası var və s. vergilərdən azalır. Yəni onsuz da vergi vermək yerinə avtomobili alır, kolleksiya yaradır. Onun vaxtı keçəndən sonra 50 ildən sonra da onu bir 10 qat qiymətinə satır.